2023-cü ildə Bakı Dövlət Universitetinin kompüter elmləri ixtisasını bitirmişəm. Universiteti bitirdikdən sonra Dövlət Məşğulluq Agentliyi ilə Handex MMC-nin birlikdə təşkil etdiyi data analitika kursuna qeydiyyatdan keçdim. Düzü heç düşünmürdüm ki, qəbul olaram. İmtahana çağırıldım. İmtahandan çıxdıqdan 3-4 saat sonra mənə mesaj gəldi ki, sən artıq qəbul olmusan. Bu həqiqətən mənim üçün biraz inanılmaz idi. 5 ay Handex MMC-də data analitika kursunu aldıq. Təlimin keyfiyyəti çox yüksək dərəcədə idi. Sıfırdan hətta orta səviyyə belə yox, biz çox yüksək dərəcədə biliklərə sahib olduq. Artıq bitirəndə, mən kursa başlayanda və bitirəndə xakizar arasındakı fərqi çox görürdüm. Avqust ayında kursu bitirdikdən sonra noyabr ayında artıq Aras Supermarketlər şəbəkəsində data analitik olaraq işləməyə başladım və Veysəloğluya transfer oldum. Hal-hazırda Veysəloğlu distribusiyada çalışıram. Yenə də vəzifəm dəyişmir. Data analitik olaraq çalışıram. İşimdən çox məmnunam. Yaxşı ki, həmin o linkə daxil olub o qeydiyyatdan keçmişəm. Yaxşı ki, yəni bu nəticəni əldə etmişəm. Çünki arada bəzən düşünürəm ki, əgər mən qeydiyyatdan keçib gəlməsəydim bura, mən harda olardım? Mən necə iş tapardım? Mən necə işləyərdim? Biraz mənə absurd gəlir. Amma yaxşı ki, belə oldu. Universitet bitirən yeni tələbələrə, eyni zamanda karyerasını dəyişmək istəyən gənclərə, 20-li yaşlarda olan insanlara çox tövsiyə edirəm ki, Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi kurslarda mütləq şəkildə təlim alsınlar. Çünki həqiqətən də düşündükləri kimi olmayacaq. Çox yüksək dərəcədə keyfiyyət əldə edəcəklər, çox yüksək dərəcədə nəticə görəcəklər.